İsrail hava limanlarında fəaliyyət bərpa olundu. İranlılar geri dönür. Hoş geldin. İranın nüvə obyektləri ətrafında müzakirələr isə səngimir. Məncə İsrail bizə tezliklə məlumat verəcək. Rusiya təkcə Ukrayna üçün deyil, həm də dünya nizamı üçün təhlükə yaradır. NATO-nun Haqada keçirilən sammitində üzv ölkələrə 5%lik tələb qoyuldu. Ermənistanda güc mübarizəsi. Paşinyan siyasi təzyiqlərə qarşı sərt addımlar atır. Paşinyan vəziyyətə nəzarət edir. Özünə qarşı hər hansı təhdid cəhdlərinə dərhal zərbə indirir. Gələn həftədən məktəbli formaları ucuzlaşacaq. Yeni qiymətlər hansı geyimlərə şamil ediləcək? Hər vaxtınız xeyir, İTV Xəbərin saat 18 buraxılışını təqdim edirik. Studiyada Ayşən Hüseynovadır. Ermənistanda daxili siyasi gərginliyi artır. Paşinyan hakimiyyəti təhlükə hiss etdikcə güc tətbiqindən çəkinmir. Milyarder Karapetyanın həbsindən sonra indi də kilsə nümayəndələri və digər müxalif fiqurlar hədəfdədir. Rusiyalı ekspertlərin fikrincə Paşinyan öz hakimiyyətini qorumaq üçün bütün vasitələrə əl atmağa hazırdır. Ermənistanda hazırki hakimiyyətə müxalif qüvvələrin təqib olunması, erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış ittihamı ilə həbsə atılması, keşiş Baqrat Qalstanyanın saxlanılması və terror aktları hazırlamaqda və hakimiyyəti zorla ələ keçirməyə cəhdə ittiham olunması, Moskvanın Paşinyan hakimiyyətini devirmək istəməsi iddialarını yenidən gündəmə gətirib. Rusiyalı ekspert Igor Karochenko'nun fikrincə Paşinyan Ermənistanda vəziyyətə əminliklə nəzarət edir və öz hakimiyyətinə qarşı istənilən təhdidi bütün yollarla aradan qaldırmağa hazırdır. Paşinyan vəziyyətə nəzarət edir. Özünə qarşı hər hansı təhdid cəhdlərinə dərhal zərbə indirir. Fərqi yoxdur, bu katolikos və ya biznesmen olsun. Vacib deyil. Paşinyan hakimiyyəti vermək istəmir. Çünki o hakimiyyətin dadını hiss edib. Ona görə də onu əldən verməyəcək. O ki qaldı Karapetyana, o ermənilərin Bidzina İvanişvilisi olmaq istəyirdi. Düşünürəm ki, İvanişvilinin Gürcüstanda oynadığı rolu Karapetyan Ermənistanda oynaya bilməz. Bunu Ermənistanda ona başa saldılar. Karapetyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri həbs etmək istəməsə də, Paşinyan dərhal onu vəzifədən uzaqlaşdırdı. İndi Karapetyan cinayət məsuliyyətinə cəlb olunub. Karochenko proqnozlaşdırır ki, Paşinyan Karapetyandan azadlığa çıxması qarşılığında biznesmenin Ermənistandakı hissələrini əlindən ala və bununla da xarici güclərə bağlı erməni oliqarxların hakimiyyət iddialarına son qoya bilər. Necə ki, bundan öncə erməni əsilli Rusiyalı oliqarx Ruben Vardanyanın belə iddialarına son qoyulmuşdu. Bundan sonra vəziyyət necə inkişaf edəcək? Ola bilsin ki, Karapetyanla ticarət olsun. Ondan azadlığa çıxması qarşılığında Ermənistandakı hissələri əlindən alsın. Bu onu göstərir ki, hər bir zəngin oliqarxın öz siyasi ambisiyaları var. Lakin biznes və siyasət ayrı-ayrı şeylərdir. Karapetyan uğurlu biznesmen olsa da, çətin ki, siyasətdə uğur qazana bilsin. Çünki Paşinyan Ermənistanda siyasətə müdaxilə etmək istəyən və onun rejiminin dayanıqlığını təhdid edən erməni oliqarxların bütün aktivliyinin qarşısını qətiyyətlə alacaq. Rusiyalı ekspertin fikrincə Ermənistanda hakim elitada yeni konfigurasiyalaşma gedib. Ermənilər indi daha real düşünməyə başlayıblar. Hakim elita Rusiyadakı ermənipərəst qüvvələrə bağlı olan kilsə oliqarx Qarabağ klanı üçlüyündən fərqli olaraq yaxşı başa düşür ki, yeni müharibə olacağı təqdirdə erməni tankları ilə Bakıya getmək arzusu artıq keçmişdə qalıb. Ermənistanın maksimum ümid edəcəyi onun beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində inkişafıdır. Azərbaycan ərazilərinə nəzəri cəhətdən belə iddia etmək çıxılmaz yoldur. Ona görə də Paşinyan heç bir halda hakimiyyəti əldən verməyəcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva. İsrail və İran arasında müharibə bitdi, atəşkəs əldə olundu, həyat tədricən normallaşır. Lakin nüvə silahı ilə bağlı narahatlıqlar davam edir. Birləşmiş Ştatlar kəşfiyyatının hesabatları, peyk görüntüləri və İran parlamentinin qərarları göstərir ki, regionda sabitlikdən danışmaq üçün hələ tezdir. Birləşmiş Ştatlar zərbələrinin təsiri, nüvə proqramının real vəziyyəti və İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibəti gündəmin əsas mövzusuna çevrilib.
İsrail və İran arasında ateşkəs əldə olunmasıyla həyat normal axarına dönür. İsrail hava limanları 12 günlük müharibənin bitməsindən sonra işini bərpa edib. Zərbələr zamanı Türkiyəyə üst tutan İranlılar da ölkələrinə geri dönürlər. Lakin İranın nüvə obyektləri ətrafında müzakirələr səngimir. Son peyk görüntüləri nüvə obyektlərində yeni kraterləri nümayiş etdirir. Amerika Birləşmiş Ştatları kəşfiyyatının ilkin qiymətləndirməsinə görə Amerikanın zərbələri Tehranın nüvə proqramını cəmi bir neçə ay geri salıb. Prezident Donald Trump isə hələ də nüvə obyektlərinin tamamilə məhv edildiyinə israr edir. Əslində hesabatda bu məsələnin çox qeyri-müəyyən olduğu qeyd edilir. Yəni onlar dəqiq bilmirlər. Mən demək istəyirəm ki, onlar sadəcə hesabat hazırlayıblar. Məncə İsrail bizə tezliklə məlumat verəcək. Çünki Netanyahu bu məsələyə adamları cəlb etməyi planlaşdırır. Biz eşitmişik ki, bu əməliyyatla nüvə obyekti tam məhv edilib. Bu faktiki bir məhv idi. Öz növbəsində İsrailin ordu nümayəndəsi Fidefrin zərbələrin İranın nüvə proqramını bir il geri saldığını bildirib. Biz İran rejiminin illərdir İsraili məhv etmə planı çərçivəsində qurduğu hərbi imkanlarına zərbə endirdik. Bu əməliyyat İsrail ordusunun bütün hərbi korpusları arasında mükəmməl koordinasiya ilə həyata keçirildi. Əminliklə deyə bilərəm ki, biz nüvə proqramına ciddi zərbə vurduq və onun illərlə geriyə atıldığını söyləyə bilərik. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi, Amerika Birləşmiş Ştatlarının İranın nüvə obyektlərinə etdiyi hücumlardan sonra bu ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının yerini müəyyən edə bilmədiklərini açıqlayıb. Grossi həmçinin Tehranın öz nüvə infrastrukturunu bərpa etmək ehtimalının yüksək olduğunu deyib. Mən İranın Xarici İşlər Nazirindən məktub aldım. Orada onların artıq müdafiə tədbirləri gördüyü qeyd olunurdu. Onlar bunun nə demək olduğunu ətraflı izah etməlidirlər. Lakin aydındır ki, bu nəyinsə nəzərdə tutulduğunu göstərirdi. Buna görə də güman edə bilərik ki, həmin material oradadır. Bu səbəbdən vəziyyəti tam şəkildə qiymətləndirmək və təsdiqləmək üçün bizim geri qayıtmağımız lazımdır. Bu arada İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın dayandırılmasına dair qanun layihəsini təsdiqləyib. İranın nüvə obyektlərinə edilən son hücumlara baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyi bu hücumları hətta səthi şəkildə də olsa qınamadı. Bu onun beynəlxalq nüfuzuna zərbə vurdu və bu səbəbdən İranın Atom Enerjisi Təşkilatı agentliyi ilə əməkdaşlığı dayandırır. O vaxta qədər ki, nüvə obyektlərimizin təhlükəsizliyi təmin olunacaq və İranın dinc nüvə proqramı daha sürətli şəkildə həyata keçiriləcək. Qanunun qüvvəyə minməsi üçün İranın Ali Milli Təhlükəsizlik Şurasının yekun təsdiqi tələb olunur. İran parlamenti qanunlar qəbul etmək səlahiyyətinə malik olsa da, təhlükəsizliklə bağlı istənilən məsələdə son qərarı ölkənin ali rəhbəri Əli Xameneyi verir. Bundan əvvəl İranın Xarici İşlər Naziri Abbas Arakçi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi barədə danışmaq hələlik tezdir. Rusiya Avropanın ən böyük təhlükəsidir. Bu fikir bir sıra ölkə liderləri tərəfindən NATO-nun Haqada keçirilən sammitində səsləndirilib. Sammitdə həmçinin müdafiə xərclərinin artırılması, təhlükəsizlik risklərinə qarşı birgə tədbirlərin gücləndirilməsi ətrafında da vacib müzakirələr aparılıb. Qeyd edək ki, NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək. NATOya üzv 32 ölkənin dövlət və hökumət başçıları Haqada illik sammit üçün bir araya gəlib. Sammit çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski Amerikalı həmkarı Donald Trumpla görüşüb. Daha əvvəl Trump alyansın baş katibi Mark Rutte ilə görüşü zamanı Zelenski ilə Kiyev üçün problemli məsələləri müzakirə edəcəyini bildirib. Lakin ötən ilə müqayisədə Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hərbi müdaxiləsinə rəsmi müzakirələrdə diqqət xeyli azalıb. Rusiyadan qərbə gələ biləcək təhlükə isə yenə əsas problem kimi gündəliyə salınıb. Sammit öncəsi NATO'nun baş katibi bildirib ki, Rusiya təşkilat qarşısında duran ən ciddi və birbaşa təhdid olaraq qalır. Rusiyanın uzunmüddətli təhdidini Şimali Koreya, Çin və İranın Ukraynadakı hərbi əməliyyatlarda Moskvaya dəstəyini, eləcə də Çinin kütləvi şəkildə hərbi güclənməsini nəzərə alsaq, daha çox vəsait xərcləməyimiz vacibdir.
Bugün gündəmin əsas mövzusu budur. Birləşmiş Ştatların dövlət katibi Marko Rubio hesab edir ki, Rusiya əleyhinə sanksiyalar Vaşinqtonu Moskva ilə dialoq aparmaq imkanından məhrum edə bilər. Amerika Birləşmiş Ştatları hələ ki atəşkəslə bağlı danışıqlar imkanını itirməmək üçün Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi çağırışlarını dəstəkləmir. Bir çox liderlər də çıxışlarında Rusiyanı Avropanın ən böyük təhlükəsi kimi vurğulayıblar. Almaniya kansleri və Polşa prezidenti də bu fikri dəstəkləyib. Bugün biz infrastruktur üçün 3,5%, silahlı qüvvələrin ehtiyacları üçün isə 1,5% əlavə resurslar ayırmağa qərar verəcəyik. Bu, geniş konsensus əsasında həyata keçiriləcək. Çünki hamı təhdidlərin mahiyyətinin əhəmiyyətli dərəcədə dəyişdiyi fikri ilə razıdır. Təhlükə xüsusilə Rusiyadan gəlir. Rusiya təkcə Ukrayna üçün deyil, həm də dünya nizamı və Avropadakı siyasi sabitlik üçün təhlükə yaradır. Düşünürəm ki, Rusiya Ukraynaya qarşı təcavüzünə görə tükənib. Rusiyanın indi başqa ölkələrə hücum etməyə hazır olduğunu düşünmürəm. Amma gələcəkdə bu real təhlükədir. Buna görə də biz hazır olmalıyıq. Müdafiə xərclərimizi artırmalıyıq. Çünki bu həm təhlükəsizliyimiz, həm də gələcəyimiz üçün zəruridir. Mövqeyi NATO və Avropa İttifaqının əsas yanaşmalarından fərqlənən Macarıstanın baş naziri Viktor Orbanın sammitdə iştirakı böyük maraqla qarşılanıb. Düşünmürəm ki, Rusiya NATO üçün real təhlükə yaradır. Çünki biz daha güclüyük. NATO'nun Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Həm Ukrayna, həm də Rusiya NATO üzvü deyil. Mənim vəzifəm isə mövcud vəziyyəti olduğu kimi saxlamaqdır. Bu arada Haaqa şəhərində bəzi sakinlər Donald Trumpa etirazlarını bildiriblər. Eyni zamanda NATOya dəstək üçün ayrıca etiraz aksiyası keçirilib. Litva, Ukrayna, Niderland və digər ölkələrdən onlarla nümayişçi Haaqada toplaşaraq müdafiə xərclərini artırmağa və NATO'nu Ukraynaya dəstək verməyə çağırıblar. Hazırda NATO'nun müdafiə məqsədləri ümumi daxili məhsulun 2% səviyyəsindədir. Lakin bir neçə aylıq təzyiq və Amerika Birləşmiş Ştatlarının hərbi alyansdan çıxmaqla bağlı təhdidlərindən sonra bu göstəricinin 5%-ə yüksəlməsi gözlənilir. Bu dəfəki sammitin əsas hədəfi də üzv dövlətləri ümumi daxili məhsulun 5%-ni müdafiə xərclərinə ayırmaq öhdəliyi götürməyə təşviq etməkdir. Trump bildirib ki, NATO'nun üzvü olan və onun təklif etdiyi müdafiə xərcləri hədəfini yerinə yetirməyən ölkələr təşkilatın 5-ci maddəsinə əsasən Birləşmiş Ştatların müdafiəsinə arxalana bilməzlər. İyulun 1-dən məktəbli formalarının qiymətində azalma olacaq. Bu barədə Bakı Tikiş Evindən məlumat verilib. Bildirilib ki, qiymətlərin aşağı salınması barədə qərar ucuz satılan saxta məktəbli formaları ilə rəqabətdə uduzmamaq üçün qəbul olunub. Yeni qiymətlər bütün geyimlərə şamil ediləcək. Şimal-Qərb bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi davam edir. Sertifikatlaşdırma prosesinin 5-ci günündə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 518 müəllim imtahanlara qatılıb. İmtahanı əməkdaşlarımız da izləyib. Səhər saatlarından başlayaraq imtahan mərkəzinin qarşısında canlanma müşahidə edilir. Müəllimlər əvvəlcə qeydiyyatdan keçir, daha sonra nəzarətçilər tərəfindən onlara prosedur qaydaları izah olunur. Dəhnə 2 saylı tam orta məktəbdən qatılıram. Bu da qızım Lalədir. O da Turan qəsəbəsindən məktəbindən qatılıb. 30 illə yaxında işləyirəm. İnşallah görək. Hər dəqiqənin bir hökmü var, hər şey ola bilər. 5 ildə artıq işləyirəm. İlk dəfə sertifikasiyada iştirak edirəm. Ümid edirəm ki, yaxşı olar. Nəhayət imtahan başlayır. Qeyd edək ki, sertifikatlaşdırma prosesinin 5-ci günündə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 518 müəllim imtahanlara qatılıb. 2 saat müddətində verilən sualları cavablandıraraq imtahan zalını tərk edən müəllimlərə yaxınlaşırıq. İmtahandan 59 bal topladım. Suallar normal idi. Çox sağ olun, təşəkkür edirəm. Suallar normal idi, yaxşı idi. Yəni öz üzərində çalışan müəllimlər üçün çətin olmayacağını düşünürəm, yəni imtahanın. 57 bal topladım. Suallar asan, orta, çətin olaraq bölünmüşdü. Oğuz şəhər Emin Abdullayev adına Texniki Təbiət Təmayüllü liseyin informatika müəlliməsiyəm. Belə, bu qədər. Çox şəffaf keçdi imtahan. İmtahan öncəsi müsahibə aldığımız Aynur və Lalə xanıma mikrofonumuzu bir daha uzadıb nəticələr soruşuruq. Yaxşıdır, hər şey yolundədir. İxtisasım fizika, 56 bal toplamışam. Təbriklər. Siz nə qədər? Məndə də 53 bal oldu.
Mən də çox xoşbəxtəm ki, 51-i keçə bildik. Şəki şəhərində 2 mərkəzdə imtahan təşkil olunur. Şəki şəhər 11 nömrəli və 20 nömrəli tam orta ümumi təhsil məktəblərində, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərdən 1740 nəfər ümumilikdə sertifikatlaşdırma imtahanına dəvət olunub və biz bugün sertifikatlaşdırma imtahanının 5-ci günündəyik. Fənn üzrə ümumi təhsil proqramları, tədris metodikası, təhsil strategiyaları üzrə 60 sual təqdim edilir. Qeyd edək ki, hər düzgün sual 1 balla cavablandırılır. Qeyd edək ki, test imtahanında azı 30 bal toplayan təhsil verənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar. Rasim İslamov, Bəxtiyar Atayev, Aysən Ələkbərova, İTV Xəbər, Şəki. Naxçıvan şəhərinin baş planı hazırlanır. Layihənin icrası Birləşmiş Krallığın Chapman Taylor şirkətinə həvalə olunub. Artıq şəhərin mərkəzi hissəsində yeni inzibati binaların inşası üçün layihə hazırlanır. Əhalinin sayının arta biləcəyini nəzərə alaraq daimi yaşayan sakinlərlə yanaşı, gələcəkdə məskunlaşacaq insanlar üçün də yaşayış və istirahət üçün zəruri infrastrukturun qurulması və yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Azərbaycan İstilik Elektrik Stansiyasının 2 enerji blokunun buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib. Bunu Azərenerji Açıq Səhmdar Cəmiyyəti istehsal operatorunun baş mühəndisi Fariz Zeynalov Mingəçevirə mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikintisinə qərar verilib. Yeni 1880 megawatlıq elektrik stansiyasının tikintisi ilə bağlı sərəncam verilmişdir. Bir il ərzində yeni tikiləcək elektrik stansiyasının layihələndirilməsi işləri Azərenerji Səhmdar Cəmiyyətinin mütəxəssisləri və İspaniyanın dönmüş şirkəti tərəfindən icra edilmiş. Tikinti quraşdırma işləri çərçivəsində təxminən 10 kilometr uzunluğunda qaz boru kəməri çəkilmişdir. O cümlədən 2 pilləli tənzimləmə sistemi, qaz tənzimləyici qurğular quraşdırılmışdır. Bakı Təşəbbüs Qrupu və Qvadelup Beynəlxalq Təzminat Hərəkatı əsasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş Qvadelupun dekolonizasiyasına doğru çağırışlar və perspektivlər adlı beynəlxalq tematik konfransda imza atılıb. Tədbirdə Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan təşkilatlar, ekspertlər və beynəlxalq qonaqlar iştirak ediblər. Fransanın müstəmləkəçilik siyasəti, adada yaranan sosial-iqtisadi çətinliklər və BMT qətnamələrinə əməl olunmaması geniş şəkildə müzakirə edilib. Bakı Təşəbbüs Qrupu və Qvadelupda fəaliyyət göstərən siyasi partiyalar, QHT-lər, müstəqillik hərəkatları arasında yalnız siyasi müstəvidə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlıq qurulubdur. Yalnız paytaxtımızda deyil, həmçinin də BMT-nin qərargahlarında bu konferansları keçiririk. Biz beynəlxalq konferanslar keçirməkdən başqa həmçinin hesabatlar dərc edirik, kitablar dərc olunur. Əsas məqsədimiz Fransanın müstəmləkə dünyasından çıxmaqdır. Fransa tarix boyu öz müstəmləkəçilik siyasətini gizlətməyə, dənizaşırı ərazilərdə baş verənlərlə bağlı beynəlxalq məlumatlılığı məhdudlaşdırmağa və vəziyyətə nəzarəti qoruyub saxlamağa çalışıb. Azadlıq yolunda bizə dəstək verə biləcək bütün xalqlarla əməkdaşlıq edirik. Azərbaycan və Bakı Təşəbbüs Qrupu bu istiqamətdə bizim əsas tərəfdaşlarımızdan olub. Bu saata çatdıracaqlarımız bu qədər. Diqqətiniz üçün təşəkkür edirik. Salamat qalın.